Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə forin və forof haqqında danışacağıq. Bunların istifadəsini sizə göstərmiş olacağam. Baxın, burada yazdığım bu for-in deməli ECMAScript 1 özəlliyidir. Yəni öncədən JavaScript-də mövcuddur. Forof isə ECMAScript 6 ilə JavaScript-ə əlavə olunan bir özəlliyidir. Hətta burada yazıb ES6 yazıb baxsaq əgər, deməli ECMAScript 6 ilə gələn özəlliklər içərisində forofu görə bilərsiniz. Baxın, burada var. İstifadəsinin müxtəlif yerlərdə istifadəsi də burada göstərilibdir. Qeyd etdiyim kimi, sadəcə bunları bir yerdə izah etməyim sizə mənasını başa düşmək üçün rahatlıq olacaq. Onun üçün də bir yerdə izah edirəm. Amma bu ECMAScript 1 özəlliyidir, bu isə ECMAScript 6 özəlliyidir. Bəs nə üçün istifadə olunur bunlar deyə bilərsiniz? Baxın, biz burada hər hansı bir array yazmışıq da, yəni müxtəlif başqa array də ola bilərdi burada. Bu array üzərində fırlanmaq istəsək, nə ilə yaza bilərik? For ilə yaza bilərik, while ilə yaza bilərik, do while ilə yaza bilərik və yaxud da ki, for each ilə yaza bilərik, daha belə deyək də sadə formasını, elə deyil. Bu da əslində for in ilə for of əslində iterasiyadır. Yəni müəyyən bir array üzərində və yaxud da ki, indi for in ilə for of ilə də obyekt üzərində də fırlanmaq olur, amma yəni orada gərək obyekt keyləri alasan, ondan sonra fırlana biləsən. Və yaxud da ki, stringlər üzərində və s. yəni bunlar üzərində map setdə bunlar üzərində fırlanmaq üçün yəni istifadə olunur. Hələ ki biz arrayyə baxırıq. For in ilə məsələn gəlib bura yazıram. Baxın, for yazırıq, normal for yazırıq bura. Burada yazacağam nə? Const deyirəm, hətta let deyim birinci, sonra constla da göstərəcəm. Məsələn, yazıram bura item yazıram. Hər hansı bir ad yaza bilərsin. Yəni let item bir dəyişən təyin etdim, fikir verin. Və buna deyəcəm ki, in yazıram ilk öncə. In nə? Array. Baxın, burada yazdığım bu array'i verdim bura. İndi bu mötərizəni açıram burada. Konsola yazaq da görmək üçün. Item'ı yazıram konsola. Ctrl S eləyirəm. Baxın, 0, 1, 2, 3 gəldi bizim üçün. Daha doğrusu 4-ə qədər də, yəni 0-dan 4-ə qədər gəldi bizim üçün. Niyə görə? Bu rəqəmlər nədir deyə bilərsiniz? For in ilə yazdığım üçün mən burada bu array'in hər bir item'ının durduğu indeksi qaytardı mənə. Yəni 0-cı indeks, 1, 2, 3, 4-cü indeks. Baxın, indeks nömrələrini qaytardı bizə. Aydındır? Hə, desəz əgər buradan indeksdən item'ı götürmək istəyirəm, belə bir şey yaza bilərsiniz. Array, bu öncəki bilgilərimizdə artıq. İçərisində item. Ctrl S edirəm. Baxın, 1, Alisa 3, 4 və true'nu qaytardı bizə. İndi qarışıq yazmışam ki, mənasını görəsiniz. Yəni bu formada for in-lə biz dedik ki, hər hansı bir array üzərindən deyirəm hələ ki, hər hansı bir array üzərində fırlana bilirik və onun indeks nömrələrini qaytaracaq bizə. Itemların durduğu indeks nömrələri qaytarır. Yəni bu item burada bu array içərisində olan elementlərin, itemların indeks nömrəsi olmuş olur. İndi mən burada array item yazdım, bunu qaytaraq əvvəlki formasına. Baxın, burada indeks nömrələrini bizim üçün konsola yazdı. Aydındır. Bu inin deməli for inin array üzərində istifadəsidir. İndi for of-u göstərim, ondan sonra for inin obyekt üzərində də istifadəsini göstərəcəm. Ctrl C edirəm, Ctrl K C edirəm. İndi gəlib buraya yapışdırsam bunu, baxın. Bir dənə dəyişiklik olacaq, ini eləyəcək off. Baxın, for off eləyəcək. Ctrl S eləyirəm, artıq bizə birbaşa bunu qaytardı, dəyərləri qaytardı. For off-la isə hər hansı bir array üzərində fırlananda həmən deməli array-in indeksində duran elementləri, daha doğrusu itemları qaytardı bizə, dəyərləri qaytardı bizə. Yəni 1, Alisa 3, 4 və true'nu qaytardı bizə. Aydındır? For of da bu iş üçün istifadə olunur. Hə, dediyim kimi bu in-dən də istifadə, baxın, Ctrl K ilə açıram bunu. Fikir verin. Burada delege deyib string ifadə ataq bura. Ctrl S eləyirəm. Yəni bura qədər baxın for in-lə yazılandı, buradan aşağı isə for of-la yazılandı. Yəni fərqi budur. Aydındır? Bunu bilmək lazımdır. İndi gəlin bunu göstərim sizə. Baxın, burada let yazmışıq, elə deyil. Mən bunu const eləyə bilərəm. Baxın, const eləyə bilərəm. Ctrl S eləyirəm, düzgün işləyəcək. Burada da const eləyə bilərəm bunu. Const elədim. Baxın, düzgün işlədi. Hə, sizdə bir sual yarana bilər. Hələ ki bunun üzərindən baxaq. Hətta bunları bağlayıram. Ctrl K C eləyirəm. Ctrl S eləyirəm. Bunun üzərindən baxaq sadəcə. Siz deyə bilərsiniz ki, burada const item təyin etdik. Bu item ilk öncə olur, bu array-in birinci elementi. Sonra ikinci, üçüncü bu formada davam edirdi, elə deyil. Deyə bilərsiniz ki, bu constla təyin etdiyim üçün bir dəfə bu item 1-i seçəndən sonra artıq növbətdə dəyər ona mənimsədilə bilməz. Bəli, constantın davranışı bu idi normalda primitivlərdə. Onu dəyişdirə bilməzdik. Amma burada constantın işləmə səbəbi odur ki, burada hər dövrdə bu item yenidən yaranır dəyişən olaraq. Yəni const item yarandı burada, elə deyil. Bunun dəyəri oldu bu array-in birinci elementi. Yəni 1 oldu. Sonra konsola yazdı bunu. Dövr tamamlanandan sonra burada artıq const item adında yeni bir dəyişən təyin olundu. Öncəki getdi. Yenisi təyin olundu. Aydındır? Yəni hər dəfə eyni dəyər üzərində işləyir əslində. Yəni bir dəfə 1 veririk, sonra həmən dəyişən ölür, onu yazır bura, sonra ölür o dəyişən deyə bilərik. Sonra yenidən item yaranır bu
bu ona mənimsədilir. Sonra o ölür, təzədən bu mənimsədilir. Bu formada davam edir. Aydındır. Ona görə konstanta yazmaq bunu mümkündür. Bu da belə. Ctrl-KC eləyirəm bunu. İndi bu for in-in obyektlər üzərində istifadəsinə baxacağıq. For of-un da obyektlər üzərində istifadəsinə baxa bilərik, amma o qədər dərinə düşməyə heç ehtiyac yoxdur. Çünki çox az istifadə olunur deyə bilərik. Məsələn, mən burada gəlib hər hansı bir obyekt yazsam, const deyirəm. Buna mənimsədirəm. Məsələn, person obyekti olsun. Sadə bir yazış yazacağam. Məsələn, first name olsun. Alice olsun. Last name olsun. Aloso. Bir dənə də age yazaq. Number fərqini görmək üçün. Bu da olsun, məsələn, 34 olsun. Ctrl-S eləyirəm. İndi mən bunun üzərində fırlana bilərəm. Baxın, bunun üzərində. Burada da person mən bu formada niyə yazmışam bura? Ctrl-S eləyirəm. Baxın, bu formada yazdıq, elə deyil. Bu bir obyektdir. Mən bura gəlib obyekti versəm, bu personu versəm. Ctrl-S eləyirəm. Baxın, bizə first name, last name, age qaytardı. Yəni, bu key hissələrini qaytardı. Biz bilirik ki, obyektlər içərisində deməli, datalar necə saxlanılırdı? Key və value şəklində. Bu key hissəsidir, bu da value hissəsidir. For in-lə biz obyektlər üzərində də dövr eləyə bilirik. Bu dövrdə in-lə dövr olunduğu zaman bu item nəyi qaytarır bizə? Bu person'ın keylərini qaytardı. Obyektin keylərini qaytarmış oldu. Aydındır? Bu da belə. Yəni, qısacası bunların istifadəsi bu formadadır. Bu indeksi, yəni for in-i başa düşmək lazımdır ki, arraylər üzərində dediyim kimi istifadə olunduğu zaman bizə indeks nömrələri qaytarırdı. Bunu da elə yadınızda saxlayın. Mən həmişə tələbələrə bu formada deyirəm. In yazanda bura indeks olaraq başa düşün. Yəni, indeksləri qaytaracaq. Aydındır? Belə başa düşə bilərsiniz. Obyektlər üzərində də keyləri qaytarır. Onlara da indeks kimi nəzəri olaraq baxa bilərsiniz də belə deyək. For of isə bizə qaytaracaq value-lar, dəyərlər. Aydındır? Bu da yəni qısa bir yazılışdır. ES6 özəlliyi idi. Yəni in yox, amma for of ES6 özəlliyi idi. Bunları da sizə göstərmək istədim. Çünki istifadəsi çoxdur və çox yerdə rastlaşacaqsınız bununla. Yəni bunları görəndə sadəcə bilin ki, mənası budur bu formada. Yəni forun qısa yazılışıdır deyə bilərik. Belə, bu bizim ES6-dan deyə bilərik. İndi for-ini də bura daxil eləsək, ES6-dan ilk dərsimizdir deyə bilərik. Növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.